Hər vaxtınız xeyir. Bilirsiniz, o mükəmməl rəhbər axtarışı var ha, həm gələcəyi görən, həm hər bir detala fikir verən, həm də hamının könlünü alan o tək bir nəfər. Bəs belə biri həqiqətən varmı? Baxın, İshak Adizesə görə belə birini axtarmaq nəinki boşuna vaxt itkisidir, hətta şirkətiniz üçün zərərlidir. Gəlin elə bugün bu ideal rəhbər əfsanəsini bir yolluq dağıdaq və görək, əslində nə işləyir? Benjamin Franklin'in bu sözləri əslində Adizesin demək istədiyinin tam mərkəzini işarə edir. Düşünün, biz həmişə bütün bu yaxşı xüsusiyyətlərin hamısını bir adamda axtarırıq, elə deyilmi? Amma Franklin'in o ironik sualı, bəs bu kimdir? Və verdiyi cavab, heç kim, bizi birbaşa reallıqlı üz-üzə qoyur. Görünür, biz elə əvvəldən mövcud olmayan birini axtarırıq. Yaxşı, bəs bu Superman rəhbər mifi hardan gəlir? Açırsan idarə etmə kitablarını, qulaq asırsan seminarlara, bizə elə bir rəhbər obrazı təqdim edirlər ki, sanki super qəhrəman axtarırıq. Bu, reallıqdan o qədər uzaq bir standartdır ki, Adizes də deyir ki, bütün uğursuzluqlar məhz bu xəyalı qovmaqla başlayır. Ən maraqlısı da odur ki, bu tələblər bir-birinə tamamilə ziddir. Bir saniyə düşünün. Bir adam eyni anda həm dəlicəsinə riskə gedən, həm də hər şeyi qaydasında saxlayan, son dərəcə ehtiyatlı bir bürokrat ola bilər. Mümkün deyil. Bu, biznes aləminin nağıllardakı tək buynuzlu atı kimidir. Hamı danışır, amma heç kim görməyib. Və budur kitabın canı, əsas tezisi. Adizes çox sadə və aydın şəkildə deyir. Dayan, bu idealı axtarmağı dayandırın. Bu, sadəcə olaraq resursların, vaxtın və pulun havaya sovrulmasıdır. Şirkətlər bu mövcud olmayan xilaskarı tapmaq üçün nə qədər pul xərcləyirlər, amma əslində bununla problemi daha da böyüdürlər. Yaxşı, bəs ideal rəhbər yoxdursa, onda sağlam bir təşkilatı necə ayaqda saxlamaq olar? Hə, Adizes bizə PAIE modelini təklif edir. Bunu bir təşkilatın sağlam qalması üçün mütləq qəbul etməli olduğu 4 fərqli vitamin kimi düşünə bilərsiniz. Deməli, ilk vitamin P, yəni istehsal. Bu çox sadə suala cavab verir. Biz nə edirik? Məhsul satırıq, xidmət göstəririk, müştərini razı salırıq. Bax, bu işin görülən hissəsidir. Əgər P vitamini yoxdursa, şirkətin ümumiyyətlə mövcud olmaq üçün bir səbəbi qalmır. Sonra gəlir A vitamini, yəni inzibatçılıq. Bu da, bəs biz bu işi necə edirik sualına cavabıdır. Sistemlər necə qurulub? Qaydalar nədir? Kim nəyə cavabdehdir? Bax, bu, xaosun qarşısını alan, şirkətə nizam-intizam gətirən hər şeydir. A olmasa, ən yaxşı şirkət belə öz daxili qarışıqlığında boğulub gedər. Üçüncü vitaminimiz E, yəni sahibkarlıq. Bu isə gələcəyə baxır. Niyə və nə vaxt suallarını verir. 5 il sonra bazar harda olacaq? Biz bu dəyişikliklərə hazırıqmı? E, yeni ideyalar, kreativlik, riskə getmək və şirkətin gələcək kursunu müəyyən etmək deməkdir. Və nəhayət, 4-cü, amma bəlkə də ən vacib vitaminlərdən biri I, yəni inteqrasiya. Bu kim sualıdır? Bu qədər fərqli insanı bir yerdən nə saxlayır? Komanda ruhu, ortaq dəyərlər, bir-birinə olan inam. Bax, bu, təşkilatın yapışqanıdır. İnteqrasiya olmasa, ən parlaq strategiyalar belə kağız üzərində qalar. İndi isə gəldik məsələnin ən həssas və vacib nöqtəsinə. Dedik ki, bu 4 funksiyanın hamısı həyati önəm daşıyır. Amma bir problem var. Onlar bir-biri ilə fundamental olaraq ziddiyyət təşkil edirlər. Bu sual əslinə Adizes nəzəriyyəsinin tam ürəyidir. Niyə axı biz eyni vaxtda həm qaydaları pozan bir yenilikçi, həm də qaydaları koruyan bir sistem adamı ola bilmirik? Cavab elə bu funksiyaların öz təbiətində gizlənir. Baxın, bu müqayisə hər şeyi çox gözəl göstərir. Sahibkar, yəni A tipi, dəyişikliyi sevir, qaydaları qırmağa meyillidir, çünki yenilik ancaq elə yaranır. İnzibatçı, yəni A tipi isə nizam-intizamı sevir, qaydaları qorumağa çalışır, çünki sabitlik ancaq belə mümkündür. Birinin varlığı digərinin rahatlığını pozur. Onlar eyni beyində, eyni anda dominant ola bilməzlər. Yaxşı, bəs rəhbər bu vitaminlərdən birinə, necə deyərlər, dozadan artıq yüklənsə nə baş verər? Adizes buna səhv idarə etmə deyir və ortaya çox maraqlı tiplər çıxır. Məsələn, ancaq P ilə yaşayan tənha qəhrəman. O nəticə verir, işi görür, amma arxasında yanıb kül olmuş bir komanda və xaos qoyur. Sonra var bürokrat, yəni sırf A adamı. O qaydalara elə yapışıb ki, hər hansı bir təşəbbüsü, hər hansı bir yeniliyi daha doğulmadan boğur. Yanğın söndürən isə sırf E tipidir. Hər gün yeni bir ideal ilə alışıb yanır, amma heç birini sona çatdırmır. Və nəhayət super tərəfdar, yəni I. O qədər hamını razı salmaq istəyir ki, heç bir çətin, amma vacib qərarı verə bilmir. Bütün bu problemləri gördüksə, gəlin indi Adizesin təklif etdiyi o zərif və məntiqli həll yoluna baxaq. Məsələ tək bir qəhrəman axtarmaqda deyil. Məsələ bir-birini tamamlayan,
güclü bir komanda qurmaqdadır. Bu əslində idarə etməyə baxışda bir inqilabdır. Köhnə, bir nəfər hər şeyi həll edər düşüncəsindən imtina edib, yeni, daha real bir paradigmaya keçirik. Yəni, idealı bir fərdi axtarmaqdansa, idealı komandanın ümumi ahəngində axtarmalıyıq. Adizesin bu əl metaforası məncə möhtəşəmdir. Hər şeyi o qədər aydın izah edir ki, fərqli-fərqli barmaqlar bir araya gələndə güclü bir əl yaranır. Amma təsəvvür edin ki, əlinizdə 5 dənə eyni şahadət barmağı var. O əl nəyə yarayar ki? Heç nəyə. Komandada eyni ilə belədir. Deməli, əsas qayda nədir? Özünüzə bənzəyən insanları işə götürməyi dayandırın. Bunun əvəzinə özünüzdə zəif olan tərəfləri gücləndirəcək insanları tapın. Sizin böyük, dağınıq ideyalarınıza sistem gətirəcək birini axtarın. Sizin sərt qaydalarınıza biraz insan istiliyi qatacaq başqa birini axtarın. Əsl güc, bax bu tamamlayıcılıqdadır. Amma durun, burada yeni bir məsələ ortaya çıxır. Əgər bir yerə bir-birindən fərqli insanları yığmısınızsa, orada mütləq münaqişə olacaq. Adizesə görə isə bu, qorxulu bir şey deyil. Əksinə, bu, sistemin bir xüsusiyyətidir, səhvi yox. Düşünün, gələcəyə baxan bir eynə, hər detala fikir verən bir anı eyni otağa qoysanız, əlbəttə ki, aralarında qığılcım olacaq. Amma ən yaxşı qərarlar məhz bu cür konstruktiv münaqişələrdən, bu sağlam mübahisələrdən doğulur. Biri uzağı düşünür, o biri isə bugünün reallığını. İkisi də lazımdır. Beləliklə, əsl liderin rolu tamamilə başqa bir şeyə çevrilir. Lider artıq hər şeyin cavabını bilən super qəhrəman deyil. O, bir növ, bir proses qurucusudur, bir bağbandır. Onun əsas işi bu fərqli bitkilərin, yəni komanda üzvlərinin bir-birinə güvən və hörmət çərçivəsində bir yerdə böyüməsi üçün münbit bir şərait yaratmaqdır. Və beləcə əl metaforamız tamamlanır. Bəs lider kimdir? Lider baş barmaqdır. Tək başına çox şey edə bilməz, amma digər bütün barmaqlarla əlaqə yarada, onlarla birlikdə işləyə və əli funksional bir alətə çevirə bilər. Liderin rolu budur. Fərqlilikləri birləşdirib onlardan vahid bir güc yaratmaq. Və biz sizi bu son amma çox vacib sualla baş-başa buraxırıq. Siz hələ də ideal lider axtarırsınız, yoxsa artıq ideal komanda qurmağa başlamısınız? Çünki Adizesin bizə öyrətdiyi ən böyük dərs budur, bəlkə də o super qəhrəman axtarışını dayandırıb, fərqliliklərin gücünə inanan bir komanda yaratmağın tam zamanıdır. Bizimlə olduğunuz üçün təşəkkür edirik.